Budur Ercan. Firişə doğru get. Ama xeyli gəlmiş. Ha. Bakı marafonu 2025 küləyə qalib gəl start götürüb. Marafon saat 10:00-da Dövlət Bayrağı meydanından başlayıb. Artıq 8-ci dəfədir Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı marafonuna minlərlə iştirakçı, tanınmış siyasi, ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə marafonda 28 minədək şəxs qeydiyyatdan keçib. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Down sendromlu uşaqlar da iştirak edir. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı ölkəmizdə yaşayıb çalışan əcnəbilər, həmçinin Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digər ölkələrdən qoşulanlar var. Start və finiş nöqtələri Dövlət Bayrağı meydanı olan marafonun marşrutu dənizkənar bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini ümumilikdə 21 kilometrlik məsafəni əhatə edir. 2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.